sizin müddətiniz. Yəni, bir ay yarımdan az olsun. Bu bir. İkinci də ki, siz onu qaytarsanız belə, məsəl üçün, mən bir neçə tanışım var. Gəlib aeroportda ondan soruşurlar. Göstər görün mənə qəbul mesajı göstər görək. Hə, adama köhnə qəbul şeyini göstərə bilərik bu sərhəddə, aeroportda. Amma bu da belə deyək də, mən öz adıma deyim, indi kim nətər başa düşsün, bu da qanunsuzluqdur. Bir kərə ən yaxşı halda qanunsuzluqdur, ən pis halda da haqqa girməkdə, yəni. Bu qədər belə. Yəni, bu qədər. Yəni, ona görə ən qəşəngi qanuna riayət etməkdir. Burada yazılanları hamısını sizə dedimmi, ona baxıram. Nəticələrimiz dediyimiz kimi bizim bir saat boyunca danışığımız və yazdığımız art briefin kaydına görə bir-bir yoxlanılır. Hətta birinci dəfə kəsiləndə sənə deyirlər ki, 15 dəqiqəlik sənin səhvlərini demək istəyirsən, elə 15 dəqiqəlik Zoom görüşmə. Bu, məsəl üçün, mən imtahan verən vaxtda, yəni 2 il əvvəl, bu pulsuz idi. İndi bilmirəm, varmı, yoxmu və yaxud da varsa da pulludur mu, yoxsa yox. Məsəl üçün, bizim yazılarımızı yazıya tökürlər, bizim danışdıqlarımızı. Onun üzərinə deyirlər ki, sən burada ayın əvəzinə aynen demirsən, nə bilim, das əvəzinə D demirsən. Bu qədər belə, yəni, məsələn, FAMED-in naxtaylı, yəni, nə deyirlər Azərbaycancası, dezavantajı budur. Yəni, məsəl üçün, bay yerində ola bilər, belə tezcə danışanda artikl o dilçinin nəzərindən yayına bilər və yaxud da ki, 3 dənədən bir dəfə səhv elər, deyib yox, keçərlər. Amma FAMED-də bütün der əvəzinə das desən də, nə bilim, məsələn, hətta məndə bir dəfə ilk dəfə kəsiləndə, məndə Durchführung demişdim, yəni yanlış eşitmişdi, demişdi ki, Durchführung sözünün artikeli dasdır. Mən də deyirəm ki, qardaş, onu mən axırı nəsə ona izah eləyə bilmədim, ağzımdan, yəni elə eşitdi bu adam. Mən ona artıq oradan o tərəfə izah eləyə bilmirəm. Bu qədər incəliklərə varırlar. Amma imtahan keçirməsi maxbardır, dəhşətli dərəcədə çox adam keçir və Bayernin tıxanmasının səbəbkarının birincisi FAMED-dir, misal üçün. Bu belə. Aman. Machen wir weiter. Bizim növbəti konumuz Allah. Növbəti konumuz aprobasyondur. Aprobasyon haqqında, aprobasyon biraz növbəti mərhələdir deyə, bura biraz daha üzərindən, yaxud kimi ANG daha detallı deyil də, daha üzdən belə vurğulayacağım. Çox üzr istəyərək deyirəm, bəzi sözlər həqiqətən belə artistik üçün deyil, bəzi sözlər azcancası həqiqətən unuturam. Ağlıma gəlmir həmdən, ona görə. Demək ki, aprobasyon diplom imtahanımızdır bizim. Universiteti biz bitirəndə, necə ki, diplom imtahanı veririk 6-cı kurs qutaranda. Aprobasyon odur. Bizim universitetdə məzun olduğumuzun isbatıdır. Bu uzmanlıq tanınması deyil, bu diplomun tanınmasıdır. İmtahan terapiyadan, ondan sonra cərrahi, hər land özü keçirir. Hətta hər landın özünün bir neçə aprobasyon sentrumlar olur. Mesela Bayerində bu 4'dür. 4 dənə, hətta 3 dənə idi, bunu 4'ə qaldırıblar. 4 dənə fərqli universitetdə keçirilir. İmtahan demək ki, bir dənə orada olur terapevt, bir dənə olur cərrah, bir də üçüncü də sürpriz fən deyirlər. İmtahandan bir ay öncə falan bu bəlli olur. Misal üçün, bir dənə cərrahi falan olur, bir dənə terapevti falan olur, bir xəstəni, amma həqiqi xəstə olur, o həkimin xəstəsi olur, sənə bıraxır ki, sən bunu müayinə elə, diaqnoz qoy falan filan. Mən aprobasyonun içəriyinə çox girməyə istəmirəm. Aprobasyon haqqında, aprobasyona necə keçmək olar, o barədə danışacağım belə qısaca. Aprobasyon sənədinin əldə edilməsi 2 yolla olur. Birincisi imtahanla, buna Kenntnisprüfung deyirlər. Bir də Gutachtından olur. Gutachten nə deməkdir? Yəni, Almanya deyirik ki, ay Almanya, sənin gözlüyüm, qadaval, mən Azərbaycanda keçmişəm zaten bu imtahanı.
Sən atomcanı gəl sənə sənədləri verim. Bu 6 ildə keçirilmişləri. Ya onun adı nədir? Mənim yadıma düşmədi o sənədin adı. Transkript. Yəni bax transkriptdir, amma mən ayrı sözdür. Ya eyni. Məsələn 6-cı kursda mən o sənə hal-hazırda öz aprobasyonumu bu taxtından vermiş, onu göndərmişəm, cavabını gözləyirəm. İnşallah keçərəm, yəni qəbul eləyirlər. Bildiyim qədərilə artıq bu Bologna məzunlarına Almanya aprobasyonu tanımır. Çünki Bologna'dakı bəzi saat, daha doğrusu Tibb Universiteti artıq Bologna'ya keçdikdən sonra Almanya ilə bəzi saatlar üst-üstə düşmür. Misal üçün, terapiya deyirəm ki, biz keçmişik 250 saat, Almaniyada 350 saatdır. Misal üçün, məsələn, mən 2013 məzunuyam da, bizim vaxtda bu Bologna yox idi. Bizə vaxtlardakı adamlara deyirlər, misal üçün, sənin 100 saatlıq terapiya əksiyin var. Ged onu tamamla, gəl. O da nətərdir? Gelsən hospitaliya keçirsən və yaxud da gelsən o sahədə işləyirsən, apar verirsən, onlara sənə aprobasiya urkundesini verirlər. Amma Bologna'dan sonraki məzunlar nəsə deyirlər ki, səninkində çox əksik var. Yəni sənə nə deyim? Ged radiologiyada mən necə deyim? Ged sənə, ged onu tamamla. Ona görə deyirlər ki, yox, sən ancaq imtahana girməlisən. Ona görə bunun qutaxtından olur. Bu praktik olaraq məncə bizim bu webinarda iştirakçıların məncə hər kəs ya bu Bologna'da sistemindən oxuyanlardır, ya da Bologna'da məzun olanlardır. Mən inanmıram, daha əvvəlki məzunlar var aramızda. Ona görə sizin üçün qutaxtın bu dəqiqə, belə deyək də, nəzəri olaraq deyirəm bunu. Yəni, sizin üçün bu praktikə heç bir önəm kəsb etmir. İmtahanda o qədər böyütmə ehtiyac yoxdur. İmtahandır, burada Alman dilindən daha çox bizim, daha doğrusu FSB-dən fərqli olaraq burada bizim tibbi biliklərimiz yoxlanılır. Artıq aprobasyonu keçəndən sonra nə olur? Bəli, mən artıq Almaniyaya oturdum. Sözün hər bir anlamında deyə biləcəyimiz mərhələ gəlir. Uzun ömürlük oturum, sonra istənilən zaman Almaniya istənilən landında işləyə bilmə. Misal üçün, biz FSB-ni keçib Berufs Erlaubnis'dən sadəcə həmin landda işləyə bilirik. Misal üçün, mənim Berufs Erlaubnis'im Bayernindəndir. Mən sadəcə Aproya qədər Bayerndə işləyə bilərəm. Amma Apro'nu keçdikdən sonra Almaniyanın istənilən yerində iş axtara bilərsiniz. Aprobasiyanın adı budur. Yəni, siz artıq Almaniyada nədir? Almaniyada artıq həkim kimi qəbul olmuş olursunuz. Artıq aprobasiyana necə, bura hazırlıq falan, bu daha dərin mövzudur. Bu dəqiqə heç FSB-yə belə, böyük kontingentimiz FSB-yə belə qayd olunmayıb deyə, bu dəqiqə aprobasiya haqqında danışmaq mənasız olar deyə, ona görə bu qədər daha eingehend, daha detalli danışmaq istəmirəm. Bir tərəfdən də saata baxıram, 20:30-dur. Bizim 1 saat yarımımız gedib. Bunlar detallı şeylərdir. Bir neçə dənə bu mənim şəxsi tövsiyələrimdir. Yəni, bu deyəcəklərim obyektiv deyil, subyektiv tövsiyələrdir. Öncəliklə, doktorlar, bir dənə bunu bilin ki, Almaniya əldə edilməz deyil. Hətta mən burada artıq bunu bağlayayım, elə görüntünü açıb elə danışaq. Demək ki, Almaniyaya gəlmək, Almaniyada işləmək əlçatmaz deyil. Hətta bu var. Bir nəfər gəlibsə, bir nəfər tarixən. Demək ki, sən də gələcəksən. Biz özümüzü elə motivert olmalıyıq. Yəni, Almaniyaya gəlmək düzdür. Bəzi adam və Almaniya hər kəsin öz aygınə keşik desə olur. Yəni, özünün keçdiyi bir yol olur. Heç kim, məsələn, mən öz patok yoldaşımla gəlmişdim Almaniyaya. Günlərimiz də eyni idi. Tamamilə başqa yollardan keçdik. Elə bizi, yəni, kader başqa yerlərə atdı. Hər kəsin özünün tarixçəsi olur burada. Almaniyaya gəlmək çətin deyil. Keşməkeşlidir, amma çətin deyil. Edilə biləcək bir şeydir. Sonra çox Almaniyada həkim işləmək, Almaniyada yaşamaq çox rahatdır. Həyat olaraq sizin
gözəl sosial həyatınız olur. Sonra öz maaşımız, yəni sosial gəlirimiz çox olur. Hələ universiteti bitirən adam, gənc kolleqalar üçün çox önəmlidir bu. Düzdür. Məsələn, Azərbaycanda bəlkə 10 ilin cərrahı Almaniyadakı 10 ilin cərrahından bəlkə çox qazanır. Ola bilər bu. Amma məsələn, burada aramızda nə qədər 10 ilin cərrahı var? Olar. Məsələn, universiteti bitirib siz gedib heç bir halda Almaniya, məsələn, mən Almaniyaya gəldim, ilk 3 ayda aldığım maaş Azərbaycanda 8 ildəki aldığım maaşı qədərdir. 3 aya üçün olur. 3 ay işlədim, aldığım maaş Almaniyadakı, Azərbaycandakı 7 il küsür işləmişəm, yəni rezidentura xaric. 7 ildən 7/12-dən daha çox eləyir mənim pulum. Yəni bu dəhşətli dərəcədə bir çox böyük bir təzaddır, yəni bu. Yəni həm sosial həyatınız olur, həm ətrafınızda, nə bilim, həftənin bir günü, bir həftə sonu Fransada, o bir həftə sonu Çexiyada olursunuz, bir həftə sonu, nə bilim, İsveçrədə olursunuz. Belə bir, yəni belə çox gözəl həyatınız olur. Biraz əziyyət çəkmək lazımdır. Dil burada çox önəmlidir. Almaniya dünyadakı digər ölkələrdən ən böyük fərqi budur. Almaniyada Alman dilini bilməmək, bu ölkədə yəni yaşaya bilməzsən deyəcəyim bir hal alır, yəni. Bu həkimliyə də aiddir, qeyri-həkimliyə də aiddir. Almaniya çox gözəl ölkədir. Daha nə deyim, inşallah çalışanda olur. İş tapmaq da olur, FSB-də keçmək olur. Bir dəfə kəsiləcəksiniz, ikinci dəfədən keçəcəksiniz, 2 dəfədən kəsiləcəksiniz, 3-cü dəfədən keçəcəksiniz. İlla ki olacaq. Necə ki, bura gələnlər heç kim anasının doğulan kimi Alman dilini bilməyib, hər kəs sonradan öyrənib. Yəni, məsələn, mən böyük örnəyi, mən keçmişəmsə, qardaş, hər kəs keçəcəksiniz. Bu o demək deyil, mən geri zəkalı və yaxud da siz üstün zəkasız. Yox, sadəcə əziyyət çəkmək lazımdır, bu qədər basit. Əziyyət çəkən öz bəhrəsini, əməyinin bəhrəsini görür burada. Yəni, Azərbaycandakı rezidenturadan fərqi olaraq, Azərbaycanda deyərəm ki, siz rezidenturaya girdiniz, LORA, getdiniz, 2 ay işlədiniz, deyirsən, bu nədir, səncə, bu nədir, mən heç istəmirəm bu LORu. Misal üçün, ola bilər də normaldır, yəni. Siz nə etməlisiniz? Bir də keçib, bir də o rezidentura imtihana girməlisiniz, deyilmi? Amma Almaniyada elə deyil. Almaniyada keçdiniz FSB-ni, artıq başlayır sizin artıq rezidentura, daha da FSB yox. Aprodan sonra başlayır artıq rezidentura həyatımız. Rezidentura həyatımız başlayır, ayda gelib kardiologiya iş tapdı. Dedim, bu nədir səncə? Mən kardiolog olmaq istəməm. Deyirsiniz, tapırsınız, misal üçün, ginekoloji. Tamamilə fərqli bir şeydir. Deyirsiniz, ginekologiya xəstəxanasında iş tapırsınız. 3-5 ay işləyirsiniz, yox ya qardaş, bu da mənlik deyil. Gedirsiniz radiologiyaya. Yox, bu da mənlik deyil. Gedirsiniz, dəxilsiz bir ixtisas tapırsınız, deyirsən, mənimki budur. Heç bir imtihana girmirsiniz, sadəcə mail yazaraq iş axtarırsınız. Yəni, Almaniyada çətinlik bir dənə odur. İş tapmaq mail üzərindəndir. Apro olandan sonra da artıq iş tapmaq 50 dəfə, 100 dəfə daha rahatlaşır. Yəni, biraz FSB ilə, yəni bu Beruf Erlabnis'lə iş tapmaq biraz çətindir son zamanlar. O da, məsələn, bəzi landlarda elədir. Amma Aprodan sonra artıq həyat, nə deyirlər ona, həyat rahatlaşır. Belə. Mənim deyəcəklərim Marcel doktor, bugün üçün bu qədər. İndi bilmirəm nə qədər ətraflı, Almanlar demək ki, umfassında oldu, kapsayıcı oldu, onu bilmirəm nə qədər oldu, amma sualları almağa hazıram. Əgər sizin ekstra sualınız yoxsa, digər doktorların suallarla həmin başlaya bilərik. Sadəcə mən bir sual soruşacaqdım. Siz dedinizsə, məsələn, mən kardiologiyanı bəyənmədim, ginekologiya keçirəm və yaxud da başqasına keçirəm. Məsələn, bizim rezidenturada illik var da, 5 il, 3 il, mən öz ixtisasım 3-5 il olur da. Bu, Almaniyada elə bir şey varmı? Varsa, bu hər il yeni bir işə başladığı zaman sıfırdan mı hesablanır? Doktor, Almaniyada il yoxdur. Almaniyada budur. Misal üçün, apronu keçdiniz, siz girdiniz kardiologiyaya. Kardiologiya gedəndən sonra həmin London Erste Kamera sizə sənəd göndərir. Deyir ki, ay Əliyev Vəli, sən kardiologiyada fəxarçı olmaq üçün, amma bu Beruf Erlabnis'lə işləyəndə sayılmır hələ. Yəni FSB ilə işləmək sayılmır bizim rezidentura illərimizə. Aprodan sonra sayılır. Kardiologiyada deyir ki, qardaş, sən misal üçün
nə vaxt mənə başvur ki, mən FAXAC imtahana girmək istəyirəm. Misal üçün, bunları atıram. 500 dənə endokardit müalicə ilə, 400 dənə, misal üçün, nə bilim, A müalicə ilə, yəni kardioloji müalicələrdən söhbət gedir. Onun doldurduğu, onun verdiyi planı doldurursunuz. Sonra gedib STK-ya deyirsən ki, qardaş, sənin mənə verdiyin plan doldu. Misal üçün, cərrahiyyədə budur. Misal üçün, ümumi cərrah olmaq istəyirsənsə, sənə deyir ki, misal üçün, 100 dənə apendisit eləməlisən. 500 dənə, misal üçün, xolestektomiya eləməlisən. Nə bilim, 400, məsələn, 100 dənə maqin əməliyyatları eləməlisən. 500 dənə qasıq eləməlisən. Misal üçün, mən bu rəqəmləri özümdən deyirəm də. Bunları tamamlamaq zaten bizim 5 ilimizi, 6 ilimizi alır. Elə adam var, bunu 5 il alır, o sizin xəstəxananızdan asılıdır. Misal üçün, elə xəstəxana var, zəngin Ausgerichtdir. Misal üçün, o xəstəxanada, misal üçün, həm mədə əməliyyatları olur, həm, nə bilim, öd əməliyyatları olur. Siz orada o həmin planı daha tez doldurmuş olursunuz. Amma elə bir dağ başında xəstəxanada işləyirsiniz ki, orada sadəcə apendisit görəcəksiniz. Axı, sizdən STK-nın istədiyi nədir? Siz həm öddə əməliyyat eləməlisiniz. Ona görə siz məcbursunuz ki, o işdən çıxıb gedib öd əməliyyatları edilən xəstəxanada işə başlayasınız ki, onu eləyəsiniz. Ona görə burada il hesablanmır, o həmin planı doldurmaq olur. İstəyir onu 5 ilə doldur, istəyirsən bacarırsansa 1 ilə doldur ki, bunu eləmək mümkün deyil. Ən tezi 5 ildən tez eləmək olmur. Cərrahiyyəsi də belədir, terapiyası da belədir, radiologiyası da belədir. Almanlarda niyə uzman olmaq üçün elə can atmırlar? Adam 3 il kardiyologiya işləyir, sonra gedir ginekologiyaya, oradakı kardiyologiya şeyləri getdi. O haçan sayıla bilər? Misal üçün, ginekologiya əgər səndən kardiyoloji saat istəyirsə, deyərsən ki, mən burada 2 il işləmişəm. İzah edə bildim. Bu, istənilmədiyi halda o rezidentura illəri artıq ikinci ixtisasda artıq sıfırdan sayılır. Anladım, doktor. Onda mən chatdakı sualları keçsəm olar mı? Əlbəttə olar. Onda suallara mən baxmıram, doktor. Siz mənə deyirsiniz, mən elə cavablandıracağım. Bəli, doktor. Deməli, suallardan biri budur ki, buradakı bakalavr təhsilini qırmızı diplomla bitirmək vacibdir. Ortalamanın əhəmiyyəti var. Doktor, ortalamanın heç bir əhəmiyyəti yoxdur. Ortalamanın əhəmiyyəti yoxdur. Almaniyada aproya girəndə sizin heç kim ortalamaya baxmırlar. Bu ola bilər. Qutaxtla müraciət eləyəsiniz. Qutaxtında da sizin qiymətlərinizə baxılmır. Keçilən fənlərə baxılır. Ona görə qırmızı diplomla oxumaqla, yoxsa kəsilə universiteti bitirməyə arasında heç bir fərq yoxdur. Almaniyada universiteti bitirəndən. Yox, siz 3-cü kursundan sonra Almaniyaya gəlib 3 ildə burada oxumaq istəyirsinizsə, orada illaki olar. Ona mən bir şey demirəm. Amma 6 kurs qutarandan sonraki söhbətdən gelirsə, qətiyyən heç bir mənası yoxdur. Çünki hardan bilirəm, bizim bir patoloq yoldaşım var idi. O sözün hər bir anlamda parasetamolun indikasyonunu bilmirdi. Yəni parasetamol hansı qrup dərmanlara daxildir. 6-cı kurs qurtarmışdı. Bu qədər belə üzr istəyirəm dumuydu. Amma o bu dəqiqə o biri hasta Almaniyada. Misal üçün. Yəni daha nə deyim? Bu cümləni, bu suala bundan təfəssüs daha cavab vermək olmaz məncə. Bəli, doktor. Digər sualımız, salam. 6 il burada oxuduqdan sonra sıfırdan dili öyrənib rezidentura üçün Almanyaya getmək neçə il alar? Sizcə bu yol uyğundur, yoxsa rezidenturanı burada oxuyub həkim kimi Almanyaya getmək məsləhətlidir? Doktor, siz bu nəyə, mən önərərdim ki, misal üçün, belə deyək, əgər bir adam cərrah olmaq istəyirsə, məsələn, mənim belə bir tanışım var, bu adam cərrahiyyə üçün yanır tutuşur, yəni mən deyir ki, nə olur onu, ancaq cərrah olacaq. Cərrah Azərbaycanda daha tez yetişmək olur. Bax, zaman olaraq deyirəm, yaxşıdan söhbət getmir. Daha tez yetişmək olur. Yəni, cərrah olmaq istəyən adamlara, amma bu sadəcə cərrahiyyə aiddir. Cərrahiyyə və cərrahiyyənin sahibi, məsəl üçün, ginekologiya, lor, göz bunlara daxildir. Ən yaxşısı Azərbaycanda rezident olub, ondan sonra Almaniyaya gəlib işləməkdir. Amma siz kardiyoloq olacaqsınızsa, siz radioloq olacaqsınızsa, siz nə bilim, digər terapevtik sahələrdən istəyirsinizsə və yaxud da mənə nə oluramsa oluram deyəcəksinizsə, qətiyyən Almaniya, Azərbaycandan diplomunuzu alandan bir gün sonra Almaniyaya gəlməyiniz məsləhətdir.